Aha, baxırıq əbub və əçobun qaydasına. Birinci əçobdan başlayırıq. Əçobun ümumi qaydası var, bir də xüsusi qaydası var. Ümumi qaydası odur ki, əçobda verilmiş rəqəmlər sadə vuruqlarına ayrılır. Məsələn, verilmişdir 20 və 45. Verilmiş rəqəmlər sadə vuruqlarına ayrılır. Sadə vuruqlara ayıranda 20-nin bölündüyü ən kiçik birdən başqa ədədi yazırsınız. 20 nəyə bölünür birdən başqa ən kiçik 2-yə? Neçə qalır? 10. 10 nəyə bölünür ən kiçik 2-yə? Neçə qalır? 5. 5 nəyə bölünür ən kiçiyə? 5-ə bölünür, nə qalır? 1. Gəlib 1-də sonlanmalısınız. 1-ə gələnə qədər bax bu sadə vuruqlarını bu cür ayırırsınız. 45 ən kiçik nəyə bölünür? 3-ə. Düzdürmü? Baxın, 45 3-ə də bölünür, 5-ə də bölünür. Ən kiçik 3-ə bölünür deyə birinci 3-ü yazmaq lazımdır bura. Neçə qalır? 15. İndi 15 ən kiçik nəyə bölünür? 3-ə. Nə qalır? 5. 5-ə bölünür 1. Gəldim 1-də sonlandım yəni. İndi qayda budur ki, ortaq olanların üstündən xətt çəkirsiniz və yaxud da ortağını götürürsünüz. Ortaqlar nədir? Yalnız 5-lərdir. Əçobun ümumi qaydası budur ki, ortaqları seçdikdən sonra böyük ədədi, böyük ədəd hansıdır? 45. 45-i vuracaqsınız kiçiyində, üstündən xətt çəkmədiyiniz var. Hansı ki, bax burada 2-ni xətt çəkməmisiniz, bir də digər 2-nin üstündən xətt çəkməmisiniz. Bax, böyüyünü götürüb üstündən xətt çəkmədiyiniz kiçikdəki ədədlərə vurursunuz. 2-yə, bir dənə də 2-yə vurursunuz. Elə şagird var ki, burada 2 dənə 2 var, götürür birinə vurur. Xeyr, 2 dənəsinin üstündən xətt çəkməmisən, işarə eləməmisənsə, ikisini də bir-birinə vurmalısınız. 45-i də vurursunuz, 4-ə eləyir 180. Deməli, əçob və 20-45-in cavabı 180-ə bərabərdir. Bu əçobun ümumi qaydasıdır. Gəlin bir xüsusi qaydasından da tanış olaq. Xüsusi qayda 1. Xüsusi qayda 1-də deyilir ki, əgər verilmiş ədədlər bir-birinə qarşılıqlı sadə olarsa, bu ədədlərin əçobu onların hasilinə bərabərdir. Qarşılıqlı sadə ədədlər nəyə deyilirdi? Heç bir ortaq böləni olmayan ədədlər qarşılıqlı sadə ədədlər adlanırdı. Məsələn, deyirəm ki, 7 və 8. Dalbadal gələn bütün rəqəmlər bir-birinə qarşılıqlı sadədir. Əçob 7-8 bilirsiniz ki, bir-birinə qarşılıqlı sadədir. Heç bir ortaq bölünəni yoxdur. Deməli, o zaman nə edəcəksiniz? Heç sadə vuruqlarına bu cür ayırmağa ehtiyac yoxdur. Avtomatik olaraq bir-birinə vurursunuz 7 və 8. Cavab oldu 56. Məsələn, deyirəm ki, əçob 19 olsun 2. Bax, görürsünüz, 19 ilə 2-nin heç bir ortaq böləni yoxdur. O zaman 19 ilə 2 bir-birinə nədir? Qarşılıqlı sadədir. Qarşılıqlı sadə ədədlərin əçobu nəyə bərabərdir? Onların hasilinə. Cavab olacaq 38. Sonra, xüsusi qayda 2. Xüsusi qayda 2-də deyilir ki, əgər ədəd bir-birinin böləni olarsa, cavab böyük ədədə bərabərdir. Məsələn, deyirəm ki, əçob 50 və 100. Bax, görürsünüz, 50 100-ün nəyidir? Bölünənidir. O zaman cavab böyük ədədə bərabər olur 100-ə. Məsələn, deyirəm, əçob 90 180. 90 180-in nə idi? Bölünənidir. Cavab neçə olacaq? 180-ə bərabər olacaq. Heç hesablamağa ehtiyac yoxdur. Yəni, əçobu işləyərkən birinci növbədə nələrə diqqət etməlisiniz? Əçob verilmişdir sizə. Verilmiş rəqəmlərə əvvəlcə baxın, görün. Onlar bir-birinin qarşılıqlı sadədirmi, yoxsa bir-birinin böləndirmi? Böləni deyil, qarşılıqlı sadə deyilsə, avtomatik bu ümumi qaydadan istifadə edirsiniz. Necə ki, 20 ilə 45. Görürsünüz, nə bir-birinin bölənidir, nə də ki, qarşılıqlı sadədir. Adicə bir 2 dənə fərqli rəqəmdir. O zaman belə sadə vuruqları ayırıb işləyirsiniz. Əgər yox, qarşılıqlı sadə olarsa, avtomatik cavab onların hasilinə bərabərdir. Əgər bir-birinin böləni olarsa, avtomatik cavab onlardan böyüyünə bərabər olmuş olacaq. Bu oldu əçobun qaydası. Son dəfə bir də ümumiləşdirirəm. Qaydaya yazılacaq qaydalar bunlardır. 1. Əçobun ümumi qaydası. Verilmiş rəqəmlər sadə vuruqlarına ayrılır. Ortaq olanlar işarələnilir. Daha sonra böyük ədədi götürürük. Böyük ədədi götürürük. Kiçiyində
üzərindən xətt çəkmədiyimiz, yəni götürmədiyimiz rəqəmlər var. Bunu hansı ki götürmüşük, yerdə qalan 2 ilə 2 idi. Kiçiyində götürmədiyimiz ədədlərə vurmaq lazımdır. Böyüyünü kiçiyində götürmədiyimiz ədədlərə vurmaq lazımdır. Sonra yazırsınız xüsusi qayda 1. Xüsusi qayda 1-də deyilir ki, əgər əkobda verilmiş ədədlər bir-birinə qarşılıqlı sadə olarsa, onların əkobu onların hasilinə bərabərdir. Bir də qeyd yazın ki, bir-birinin ardıca gələn bütün rəqəmlər bir-birinə qarşılıqlı sadədir. İkinci qeydi yazın ki, deməli yazırsınız ki, ortaq bölünəni olmayan ədədlər qarşılıqlı sadə ədədlər adlanır. Daha sonra keçirsiniz xüsusi qayda 2-yə. Xüsusi qayda 2-də deyilir ki, əgər əkobda verilmiş ədədlər bir-birinin bölünəni olarsa, o zaman cavab böyük ədədə bərabərdir. Məsələn, 50 və 100. Cavab neçədir hesablamamış? Avtomatik baxırsınız ki, 50 100-ün nə idi? Bölünənidir. O zaman cavab böyük ədədə bərabərdir, yəni 100-ə. Sonra keçdik əbobun qaydasına. Əbobda da əkobda olduğu kimi ümumi və xüsusi qaydalardan söhbət gedir. Demək olar ki, ümumi qaydaların bir hissəsi eynidir. Necə olacaq? Yəni, indi tapıram əbob 20-45. Yəni, eyni şeyə baxacam. Əbobda qayda bu cürdür ki, yazırsınız. Ümumi qayda 1. Verilmiş rəqəmlər sadə vuruqlarına ayrılır. 20 və 45. Sadə vuruqlara ayıracam. 20-nin ən kiçik 1-dən başqa böləni hansıdır? 2. 10. Yəni 2-yə bölünür 5 qalır. 5 də 5-ə bölünür 1 qalır. 45 nəyə bölünür ən kiçik? 3-ə. 3-ə bölünəndə nə qalır? 15. 15 nəyə bölünür? 3-ə. Nə qalır? 5. 5-ə 1. Neyinirik? Yəni, yazırıq ki, ortaq olanların işarələmək lazımdır. Ortaq olanlar hansılardır? 5-lərdir. İşarələdik. Əbobda bir qayda var ki, bu qayda heç bir kitabda yazılmayıb. Neyinirsiniz? Əlinizi sadə vuruğun birinin üstünə qoyursunuz. Yəni, tutaq ki, bax, bu sadə vuruğa baxmırsınız. Heç buna baxmırsınız. Baxmayın. Bax, burada, yəni digər sadə vuruqda işarələnən ədədlər bir-birinə vurulur. Burada işarələnən ədəd bir dənə olduğuna görə elə cavab 5-in özü olacaqdır. Elə cavab 5-in özü olmuş olacaqdır. Əgər tutaq ki, verilmiş ədədlərdə 2 də ortaq idi, nə bilim, bu birisi 2 də ortaq idi. O zaman nə edəcəksiniz? O zaman yenə digərinə baxmırsınız, fərqi yoxdur, hansına baxmırsınızsa eyni şey olacaqdır. Yəni işarələnənləri bir-birinə vuracaqsınız. 2-ni 2-yə, onu da 5-ə vurmaq lazım idi. Əgər hamısı işarələnmiş olsaydı. Amma sizdə işarələnən yalnız 5 rəqəmi olduğuna görə sizin cavabınız elə 5-in özünə bərabər olmuş olacaq. Elə şagird var ki, götürür bu 5-i bu 5-ə vurur. Qəti olmaz, qəti olmaz. Sadəcə işarələnən ədədin birini götürürsünüz. Digərinə baxmırsınız. Yəni, bax, bunu göz ardı edirsiniz. Bura baxmayın və yaxud da bura baxmayın. Yalnız bundan işləyin. Yəni, burada yenə bir dənə 5 işarələnibdir. Cavab yenə 5-in özünə bərabər olmuş olacaq. Gəlin bir dənə də başqa ümumi qaydasına baxaq əbobun. Məsələn, deyirəm, əbob 140 və 100. Yenə, ümumi qayda olaraq 140-ı da sadə vuruqlarına ayıracam, 100-ü də sadə vuruqlarına ayırıram. 140-ın ən kiçik bölündüyü birdən başqa ədəd hansıdır? 2-dir. Neçə qalır? 70. 70 nəyə bölünür ən kiçik? 2-yə. Neçə qalır? 35. 35 nəyə bölünür? 5-ə. Neçə qalır? 7. 7-yə 1. 100 nəyə bölünür? 2-yə. Nə qalır? 50. 50 nəyə bölünür 2-yə? Neçə qalır? 25. 25 nəyə bölünür 5-ə? Neçə qalır? 5. 5 də 5-ə bölünür 1 qalır. İndi qayda necə idi? Ortaq olanları işarələməli idik. Ortaq olanlar 2-lər. Bu birisi 2-lər. Bir də buradan 5-lər ortaqdır. Всё. İndi nə öyrətmişdim? Dedim ki, birinə baxma. Tutaq ki, buna baxma. Qəti buna əlini üstünə qoy, buna heç baxma.
Baxmasan, nə edirsən? Bura baxırsan, diqqət eləyirsən. Burada nələri işarələmisən? 2-ni vurursan. O birisi için də işarələmisən, vurursan. Digər 5-i də işarələmisən, bir-birinə vurursan. Bu da eləyəcək 20. Deməli, əbob 140 və 100-ün əbobu 20-yə bərabər olmuş olacaq. Ən böyük ortaq bölən 20-dir. Yəni, belə izah eləyim də. 140 ilə 100-ün ən böyük hər ikisinin ortaq böləni 20-dir. Başqa bir ədədə bölünmür bunlar 20-dən başqa. Böyük. Belə, bu əbobun ümumi qaydası idi. İndi isə gəlin əbobun ümumi qaydasından tanış olaq, xüsusi qaydasından tanış olaq. Nədir əbobun xüsusi qaydası? Xüsusi qayda birdə deyilir ki, əgər verilmiş əbobdakı ədədlər bir-birinə qarşılıqlı sadə olarsa, yəni, məsələn, 7-8-dir, əbobunu tapırsınız. Əbobunu taparkən qarşılıqlı sadə ədədlərin əbobu 1-ə bərabərdir. Hesablamağa ehtiyac yoxdur. Qaydanı bu cür qeyd edin ki, qarşılıqlı sadə ədədlərin əbobu 1-ə bərabərdir. Məsələn, deyirəm ki, əbob 19-2. Bayaqçı dediyim rəqəmləri deyirəm ki, rahat olsun. Əbobu tapırsınız, 19-2 bilirsiniz ki, bir-birinə qarşılıqlı sadədir. Heç bir ortaq böləni yoxdur, bölünəni yoxdur. Cavab neçədir? Avtomatik 1-dir. Xüsusi qayda 2-də deyilir ki, əbobda verilmiş rəqəmlər əgər bir-birinin böləni olarsa, məsələn, 50 və 100. Və görürsünüz, 50-100-ün nə idi? Bölünənidir. Bir-birinin bölünəni olarsa, cavab kiçiyə də bərabərdir. Cavab 50-yə bərabərdir. Xatırlayırsınızsa, bayaq dedim ki, xüsusi qaydada əkobun qarşılıqlı sadə olarsa, cavab onların hasilinə bərabər idi. Əbobda isə 1-ə bərabərdir. Bayaq dedim ki, xüsusi qayda 2-də əkobda əgər ədəd bir-birinin böləni olarsa, cavab böyük ədədə bərabərdir. Burada isə əbobda kiçik ədədə bərabər olacaqdır. Məsələn, deyirəm ki, əbob 20 və 40. Cavab neçədir? Əbob soruşur deyə 20-dir. Əkob soruşsaydı cavab 40 olacaqdır. Bu qədər. Əbob və əkob qaydalarımız